Hər vaxtınız xeyirli olsun, xoş gördük hər birinizi. Yeni bir xəbəri sizlər üçün oxuyacağam. Xəbəri oxumamışdan öncə xahiş edirəm maksimum videomuzu bəyənək və paylaşım etməyi unutmayaq. ABŞ-ın İrana zərbə endirməyə hazırlaşdığı iddia olunur. Müsavat.com xəbər verir ki, Almaniyanın Bild nəşrinin məlumatına görə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı John Kirakou Vaşinqtonun İrana qarşı hərbi əməliyyatla bağlı qərar qəbul etdiyini bildirib. Onun sözlərinə görə bu barədə məlumatı Ağ Evdəki mənbədən əldə edib. İddia olunur ki, mümkün hücum bazar ertəsi və ya çərşənbə axşamı həyata keçirilə bilər. Məlumatda qeyd edilir ki, ABŞ administrasiyası daxilində məsələ ilə bağlı fikir ayrılığı mövcuddur. Dövlət katibi Marco Rubio, Pentagonun rəhbəri Pete Hegseth və Birləşmiş Qərargah Rəisləri Komitəsinin nümayəndələrinin hərbi əməliyyatı dəstəklədiyi bildirilir. Vitse-prezident J.D. Vance və Milli Kəşfiyyat direktoru Tulsi Gabbard isə İrana zərbə endirilməsinə qarşı çıxır. Rəsmi Vaşinqton məsələ ilə bağlı hələlik açıqlama verməyib. Qeyd edək ki, Rusiyaya məxsus 2 Il-76 təyyarəsinin yaxın şərqdən Moskva istiqamətində uçduğu bildirilir. Qeyd olunur ki, təyyarələr Birləşmiş Ərəb Əmirlikdən havaya qalxaraq Moskva istiqamətində yola düşüb. Məlumata görə təyyarələrin göyərtəsində yaxın şərqdən təxliyə edilən Rus diplomatlarının ailə üzvləri yerləşir. Onların İrana mümkün hücum gözləntiləri fonunda regiondan çıxarılacağı qeyd olunur. Diqqətinizə görə təşəkkür edirəm.